Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq mexaniki rəqslər və dalğalar bölməsi üzrə verilən ətraflı yazılı cavabı tələb olunan tapşırıqlardan olan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, dənizin dibinə perpendikulyar istiqamətdə göndərilən ultrasəs siqnalı 4 saniyədən sonra geri qayıdır. Dənizin dərinliyini hesablayın. Səsin suda sürəti 1500 metr/saniyədir. Bu, səs lokasiyası usulu ilə məsafənin təyin olunmasına aid bir məsələdir. Biz öyrənmişik ki, səs lokasiyası usulu ilə məsafə h bərabərdir v t bölü 2 düsturundan hesablanır. Burada v səsin mühitdə yayılma sürəti, t isə səs dalğasının gedib qayıtma müddəti idi. İndi səsin suda yayılma sürəti 1500 metr/saniyə verilib, vuraq zaman 4 bölü 2. Buradan alırıq dənizin dərinliyi üçün 3000 metr. Bu da bərabərdir. Cavabı kilometrlə ifadə eləsək, alınacaq 3 kilometr. Deməli, ilk sualda cavabımız olmalıydı 3 kilometr. 3 kilometr. Baxaq ikinci suala. Uzunluğu 2 metr olan dalğa 30 metr məsafəyə yayılarkən mənbə neçə rəqs edir? İkinci sualda dalğa uzunluğunu 2 metr olaraq verib. Biz bilirik ki, mexaniki dalğa, yəni rəqslər bir period ərzində yayıldığı məsafə dalğanın uzunluğuna bərabərdir. Yəni burada dalğa uzunluğu bizə 2 metr verilibsə, yəni bu dalğa bir period ərzində 2 metr məsafəyə yayılır. İndi dalğa 30 metr məsafəyə yayılarkən neçə dəfə rəqs edəcək? Onda dalğanın yayıldığı məsafəni bir period ərzində yayıldığı məsafəyə bölsək, alarıq rəqslərin sayını. Yəni 30 metr məsafədə dalğa uzunluğu 2 metr olan dalğa 15 dəfə rəqs edəcək. 15 dəfə rəqs edəcək. Yəni ikinci sualda cavabımız olmalıydı 15. Baxırıq üçüncü suala. Üçüncü sualda məxsusi periodu 0,2 saniyə olan rəqs sistemində periodu 0,3 saniyə olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Yaranan rəqsin periodunu hesablayın. Biz öyrənmişik ki, periodik qüvvənin təsiri ilə yaranan məcburi rəqslərdə rəqs periodu bu rəqsi yaradan xarici periodik dəyişən qüvvənin rəqs perioduna bərabər olmalıdır. İndi periodik qüvvənin yaratdığı dalğaların rəqs periodu 0,3 saniyədirsə, deməli bu qüvvələrin təsiri ilə yaranan rəqslərin periodu da o da elə 0,3 saniyəyə bərabər olmalıdır. 0,3 saniyəyə bərabər olmalıdır. Bu sualda da cavabımız 0,3 saniyə. Dördüncü sual. Riyazi rəqqasın asılma nöqtəsi şaquli yuxarı yönəlmiş A bərabərdir 3J tərzi ilə hərəkət etməyə başlayarsa, onun rəqs periodu necə dəyişər? Riyazi rəqqasın asılma nöqtəsi tərpənməz vəziyyətdə olarkən, rəqs periodunun düsturu bizdə necə idi? T bərabərdir 2pi kök altında L bölək J. İlk halda rəqs periodunun düsturu bu şəkildə. İndi məsələdə deyir ki, asılma nöqtəsi şaquli yuxarı yönəlmiş A bərabərdir 3J tərcindən hərəkət etməyə başlayarsa. Onda ikinci halda rəqsin periodu T bərabərdir 2pi kök altında L bölək yuxarı tərci ilə qalxdığı üçün J plus A. Bu da bərabərdir. Tərcinin qiymətini bizə A bərabərdir 3J olaraq verib. A bərabərdir 3J-dir. Tərcinin qiymətini düsturda nəzərə alsaq, alırıq 2pi kök altında L bölünsün J üstə A-nın yerinə 3J. Bu da bərabərdir 2pi. Buradan J'ləri toplasaq 4J, 4də 1-dən də 2də 1-i çıxardaq kökdən, kökün altına qalacaq L bölünsün J. 2-lər də ixtisar geçsə, yekun olaraq nə alırıq? Pi vuraq kök altında L bölünsün J. Burada nə görürük? İlk halda rəqsin periodu T bərabərdir 2pi kökdə L bölünsün J-yə bərabər idi. Amma ikinci halda, yəni rəqqasın asılma nöqtəsi A bərabərdir 3J tərcindən yuxarı qalxarkən period T bərabərdir pi vuraq L bölünsün J. Yəni periodun qiyməti burada 2 dəfə azaldı. Yəni T1 bərabərdir 2 T2. Rəqsin periodu 2 dəfə azaldı. 4də cavabımız 2 dəfə azalır. 2 dəfə azalır. Sonra 5-ci sual.
Qrafiki təsvir olunmuş sönən rəqs edən maddi nöqtənin tam mexaniki enerjisi t bərabərdir 2t zaman müddətində, yəni 2 tam period ərzində tam mexaniki enerji neçə dəfə azalır. Başlanğıc vəziyyət M nöqtəsinə uyğun götürməliyik. Yəni rəqsin hərəkətinə M nöqtədən başlandığını qəbul etməliyik. İndi M nöqtəsində amplitudun qiyməti 8, N nöqtəsində isə 2 göstərilib. Yəni 2 period ərzində rəqsin amplitudu 4 dəfə azalıb. Biz bilirik ki, rəqqas kənar vəziyyətdə olduqda tam mexaniki enerji potensial enerjinin maksimal qiymətinə bərabərdir. Çünki kənar vəziyyətdə rəqqas bir anlıq dayandığı üçün cismin kinetik enerjisi sıfıra bərabər olur. Onda tam enerji potensialının maksimalına bərabərdir. Bunu da ifadə olaraq k x m kvadrat bölünsün 2 kimi yazırıq. Burada nə görürük biz? Tam mexaniki enerji amplitudun kvadratından düz mütənasib asılıdır. İndi amplitud əvvəl 8 idi, sonra M nöqtəsinə uyğun olub 2. Amplitudun qiyməti 4 dəfə azalıb. Onda tam enerji amplitudun kvadratından düz asılı olduğu üçün tam enerjinin qiyməti 16 dəfə azalmalıdır. 16 dəfə azalmalıdır. İndi 5-ci sualda cavabımız olmalıdır 16. 6-cı sual. Şaquli yaydan asılmış cisim sərbəst rəqslər icra edir. Cismin tarazlıq vəziyyətinə doğru hərəkəti necə hərəkətdir? Tarazlıq vəziyyətinə doğru. Yəni cisim kənar vəziyyətdə olanda cismi tarazlığa doğru qaytarmağa çalışan əvəzləyici qüvvənin qiyməti maksimum olduğu üçün həmin nöqtədə təcinin də qiyməti maksimumdur. İndi tarazlıq vəziyyətinə doğru gəldikcə əvəzləyici qüvvənin qiyməti azaldığı üçün təcinin də qiyməti getdikcə azalır, amma sürət artır. İndi tarazlığa doğru gəldikcə təcil azaldığı üçün hərəkət olacaq azalan təcilli hərəkət. Azalan təcillə sürət artdığı üçün hərəkət olacaq yeyinləşən. Deməli, tarazlıq vəziyyətinə doğru hərəkət azalan təcillə yeyinləşən. Baxırıq 7-ci suala. Şaquli aşağı yönəlmiş 2 metr per saniyə kvadrat təcillə enən liftin kabinəsindən asılmış riyazi rəqqas 10 saniyə ərzində 5 dəfə rəqs etmişdirsə, rəqqasın uzunluğunu hesablayın. İlk öncə periodun t bərabərdir, t bölünsün n ifadəsinə görə rəqsin periodunu tapsaq, zamanın qiyməti 10, rəqslərin sayı 5. Buradan alırıq 2 saniyə. Rəqsin periyodu üçün 2 saniyə tapdıq. İndi riyazi rəqqasın rəqs periodunun düsturu t bərabərdir 2 pi kök altında L bölək Şaquli aşağı yönəlmiş təcillə enəndir. Onda periodun düsturu L bölünsün J çıxaq A. Bu şəkildə yazılırdı. Buradan indi biz rəqqasın uzunluğunu tapsaq, ilk öncə hər tərəfi kvadrata yüksəldək ki, kök işarəsi itsin buradan. Olacaq t kvadrat bərabərdir 4 pi-nin kvadratı vuraq, L bölünsün J çıxaq A. İndi buradan da L-i tapsaq, L bərabərdir, olacaq nə? T kvadratı vuraq, J çıx A bölünsün 4 pi-nin kvadratı. Bu da bərabərdir. Qiymətləri yerinə qoyaq. T üçün 2 saniyə tapmışdıq yuxarıda. Yerinə qoysaq 2-nin kvadratı 4 vuraq. J çıxaq A. 10 çıxaq. Təcilin də qiyməti məsələdə 2 verib. 10-dan 2 çıxanda 8. Bölək 4 vuraq. Pi kvadratında 10 verib bizə. Bərabərdir. 4-də qısa getdi. 0,8 metr. Deməli, riyazi rəqqasın ipinin uzunluğu 0,8 metr. 7-ci sualda cavabımız 0,8. Sonra baxırıq 8-ci suala. Şəkildə harmonik rəqs edən cismin yer dəyişməsinin zamandan asılı qrafiki verilmişdir. Cisim 12 saniyə ərzində 24 metr yol gedərsə, rəqsin tezliyini bizdən istəyir. Demək, 8-ci sualda bizə nələr verilib? Qrafik üzərindən görürük. Rəqsin amplitudu A bərabərdir 0,5 metr. 0,5 metr. 12 saniyə ərzində 24 metr yol gedib. Zaman t bərabərdir 12 saniyə ərzində S bərabərdir 24 metr yol gedib. Bizdən rəqsin tezliyini istədi. N bərabərdir sual işarəsi. Demək, biz bilirik ki, rəqqas bir period ərzində getdiyi yol S bərabərdir 4A ifadəsinə təyin olunur. Yəni 4 amplitud qədər yol gedir. İndi rəqqas n dəfə rəqs edibsə, rəqqasın getdiyi yol olacaq 4AN. İndi buradan biz rəqslərin sayını tapsaq, n bərabərdir S bölünsün 4A. Bərabərdir S-in qiyməti 24
bölünsün 4 vuraq. A-nın qiyməti 0,5. Buradan alırıq 24 ilə 4-ü xısar aparsaq 6. 6 bölə 0,5. 60 bölünsün 5, 12. Rəqslərin sayını tapdıq 12. İndi bizdən rəqsin tezliyini istədi. Onda nü bərabərdir. N bölünsün T ifadəsinə görə. Rəqslərin sayını 12 tapdıq. Zaman da 12. Buradan alırıq rəqsin tezliyi üçün 1 Hz. Cavabımız 8-ci sualda olmalıydı 1 Hz. Sonra baxırıq 9 nömrəli suala. Riyazi rəqqasın məcburi rəqsləri üçün rezonans əyrisi göstərilmişdir. Rəqqasın uzunluğunu hesablayın. Rezonans əyrisində əyrinin maksimum nöqtəsinə, yəni ən təpə nöqtəsinə uyğun tezlik, rezonans tezliyi omega. Məsələdir bizdə 2-dir. 9-cu sual. Omeganın qiyməti rezonans tezliyi 2 Hz-ə bərabərdir. İndi bizdən istədiyi riyazi rəqqasın uzunluğu. Onda riyazi rəqqasda bucaq tezliyinin ifadəsi omega bərabərdir. Kök altında J bölünsün L. Bu ifadədən biz L-i tapa bilərik. Buradan omega kvadrat bərabərdir J bölünsün L. L üçün alırıq J bölək omega kvadrat. Bərabərdir. J-nin qiymətini bizə 10 verib. Omega da 2-dir, kvadratı 4. Alırıq buradan 2,5 metr. 9-cu sualda cavabımız olmalıydı 2,5 metr. 2,5. Sonra baxırıq 10-cu suala. 10-cu sual. Maddi nöqtənin rəqsi x bərabərdir 0,8 sinus 20t qanunu ilə dəyişir. Onun təcilinin maksimal qiymətini soruşur bizdən. Deməli, x bərabərdir 0,8 sinus 20t qanunu ilə dəyişir. Deməli, burada tənlikdə bizdə nə var? Amplitudun qiyməti var 0,8. Bucaq tezliyi var bizdə 20. Bizdən istədiyi təcilin maksimalıdır. A bərabərdir sual işarəsi. Təcili maksimalı üçün düsturumuz omega və A-dan asılı düsturumuz omega vurulsun amplitud. Daha doğrusu omega kvadratı vuraq amplitud. Bu da bərabərdir. Omeganın qiyməti 20 kvadratı edəcək 400 vuraq amplitud 0,8. Buradan da təcili maksimalı üçün alırıq 320 metr bölək saniyənin kvadratı. 320 metr bölünsün saniyənin kvadratı. 10-cu sualda cavabımız 320. Baxırıq 11 nömrəli suala. Verilmiş zaman anında mexaniki dalğa yayılan mühitin hissəciklərinin yerdəyişməsinin məsafədən asılılığı təsvir edilib. Dalğanın sürətinin 400 metr/saniyə olduğunu bilərək rəqsin periodunu bizdən istəyir. Demək, 11-ci sualda məsələdə amplitudun A bərabərdir 0,2 koordinat oxuna diqqət elə, amplitudun qiyməti santimetrlə verilib bizə. Onda amplitud olacaq 0,2 metr. 0,2 metr. Sonra digər oxda dalğa uzunluğunu təyin edə bilərik ki, məsafə oxunda bir period ərzində rəqsin yayıldığı məsafə dalğa uzunluğuna bərabərdir. Bir period burada bitir, onda dalğa uzunluğu 2 metrə bərabərdir. Liam da bərabərdir 2 metr. Bir də məsələdə dalğanın sürətini bizə verib və bərabərdir 400 metr bölünsün saniyə. İndi bizdən periodunu istəyir. Dalğanın periodunu istəyir. Onda isə amplitud bizə lazım deyil. Sürətin perioddan asılı düsturu və bərabərdir liam da bölünsün t-dən. Buradan t üçün alırıq liam da bölək v. Dalğa uzunluğunun qiyməti 2 bölək sürətin qiyməti 400. Buradan da alarıq 1 bölək 200. Oradan da cavabımız 0,5 saniyə. 0,5 saniyə. Milli saniyə ilə də ifadə eləsək bunu 5 milli saniyə alırıq. 5 milli saniyə. Düzdür, burada bizə deməyib hansı vahidlə ifadə eləmək. İndi açıq sual olduğu üçün hər iki variantı yazsaq daha məsləhətdir. Yəni 0,5 saniyə və 5 milli saniyə. Cavabımız bu şəkildə olmalıdır. Sonra baxırıq 12 nömrəli suala. Eninə dalğanın birinci və dördüncü təpələri arasındakı məsafə 15 metrdir. Dalğanın yayılma sürəti 20 metr/saniyə olarsa, dalğanın tezliyini istəyir bizdən. 12-ci sualda. Eninə dalğa
qabarma və çökəkləri növbə ilə təsvir eləsək burada, məsələdə deyir ki, birinci və dördüncü təpələr. Birinci təpə bu, 2, 3, dördüncü təpə bu. 1 və 4-cü təpələr arasında 3 dənə dalğa uzunluğu var. Diqqət etsək, demişik ki, enli dalğalarda iki qonşu təpə arasındakı məsafə 1 dalğa uzunluğuna bərabərdir. 1 dalğa uzunluğuna bərabər. Deməli, 1 ilə 4 arasında 3 dənə lambda var. Demək, məsələdə bizə 3 lambdanı neçə verib? 15 metr verib. Onda belə çıxır ki, dalğa uzunluğu nəyə bərabərdir? 5 metrə bərabərdir. Dalğa uzunluğu qiyməti 5 metrdir. Dalğanın yayılma sürətində 20 metr bölü saniyə verib. V bərabərdir 20 metr bölünsün saniyə verib. Bizdən istədiyi dalğanın tezliyi. Onda V bərabərdir lambda nü düsturuna görə nü bərabərdir V bölək lambda. Sürəti bölməliyik dalğa uzunluğuna. Sürətin qiyməti 20, dalğa uzunluğu 5. Buradan alırıq 4 Hz. Dalğanın tezliyi 12-ci sualda 4 Hz olmalıydı. Cavabımız 4. 11-ci sualda cavabı qeyd eləmədik. Orada 0,5 saniyə. Cavabımız bu şəkildə olmalıydı. 13-cü sual. Maddi nöqtənin rəqsi x bərabərdir. 13-cü sual. X bərabərdir 0,4 kosinus 10t qanunu ilə baş verir. Onun təcilinin maksimal qiymətini tapın. Yenə də məsələdə tənlikdə bizdə var. Amplitudun qiyməti 0,4, bucaq tezliyi omeqanın qiyməti 10. Bizdən istədiyi təcilin maksimal qiyməti. Təcilin maksimal qiyməti bərabərdir. Omega kvadratı vuraq A ifadəsinə görə. Omeqanın qiyməti 100. 10 kvadratı 100 vuraq A-nın qiyməti 0,4. Buradan cavab alırıq. 40 metr bölünsün saniyənin kvadratı. Cavabımız olmalıdır 13-də 40 metr bölünsün saniyə kvadratı. Sonra baxırıq 14-cü suala. Tezliyi 2,5 Hz olan dalğa 14-cü sualda. Tezliyi 2,5 Hz verib olan dalğa fəzada 2 saniyədə 10 metr məsafəyə yayılarsa, T bərabərdir 2 saniyədə 10 metr məsafəyə yayılarsa, S bərabərdir 10 metr məsafəyə yayılarsa, bizdən istədiyi dalğa uzunluğudur. Lambda bərabərdir sual. İlk öncə sürət düsturuna görə V bərabərdir S bölünsün T-yə görə məsafəni zamana bölməklə dalğanın sürətini tapa bilərik. V bərabərdir məsafə 10, zaman 2. Buradan dalğanın sürəti üçün alırıq 5 metr bölünsün saniyə. İndi bizdən tezlik var, dalğa uzunluğunu istədi. Onda V bərabərdir digər sürət düsturu. V bərabərdir lambda nü düsturuna görə buradan dalğa uzunluğunu tapsaq, lambda bərabərdir V bölək nü. İndi dalğanın sürəti üçün 5 tapdıq. Bölək tezliyi də 2,5 verib bizə. 5-in də 2,5-ə nisbəti cavabımız alınacaq 2 metr. Yəni 14-cü sualda cavabımız olmalıydı 2 metr. Sonra 15-ci sualda harmonik rəqs edən cismin impulsunun proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Rəqs edən cismin koordinatının zamandan asılı qrafikini bizdən istəyir. İmpuls zaman qrafiki ya da sürət zaman qrafikindən eynidir. Biz bilirik ki, mexaniki rəqslərdə, harmonik rəqslərdə sürət rəqsləri koordinat rəqslərini fazla pi bölü 2 qədər qabaqlayır. İndi biz impuls qrafikindən, yəni sürət zaman qrafikindən koordinat qrafikini almaq istəsək, qayda olaraq belə demişdik ki, sürət qrafikini sola doğru pi bölü 2 qədər çəkərik. Yəni bir dilim sola doğru çəksək, onda koordinatın zamandan asılı qrafikini alırıq. İndi burada impuls zamana görə hansı qanunla dəyişir? Sinus qanunla dəyişir. Onda koordinat zamana görə asılılığı kosinus qanunu olacaq. Yəni koordinat qrafikini almaq üçün sürət qrafikini sola doğru pi bölü 2 qədər çəksək, onda bax burada qırmızı ilə göstərək şəklin üzərində pi bölü 2 qədər çəksək, yəni bu istiqamətdə koordinat qrafiki gəlib düşəcək burada. Bir dilim çəkilir də sola doğru. Bax bu şəkildə. Onda qrafikimiz alınacaq. Koordinatın zamandan asılı qrafiki alınacaq bu şəkildə. İndi koordinat qrafiki verilibsə əgər sürət qrafikini almaq lazımsa, onda koordinat xəttini sağa doğru pi bölü 2 qədər çəkirik. İndi eyni bu qrafikdə koordinat xəttini sağa doğru pi bölü 2 qədər çəksək, impuls zaman qrafikini, yəni sürət zaman qrafikini ala bilərik. Yəni cavabımız bu şəkildə olmalıydı 15-ci sualda. Sonra baxırıq 16-cı suala.
16. Harmonik rəqs edən cismin koordinatını zamandan asılı qrafiki verilmişdir. Bu cisim 30 rəqsini hansı müddətə başa vurur? 30 rəqsini hansı müddətə başa vurur? Baxırıq. Məsələdə nəyimiz var bizim? Qrafik üzərindən amplitud qiyməti var 3 sm. A bərabər 3 sm metrinə yazsaq 0,3 metr. Periodun qiyməti var. Bir period harda bitir və bu nöqtədə tamamlanır. Periodun qiyməti 0,2 saniyə. T bərabərdir 0,2 saniyə. Bizə sual olunur ki, bu cisim 30 rəqsi, yəni rəqslərin sayını verib 30 rəqsi nə qədər vaxtda başa vurur? Bizdən zaman istəyir. T bərabərdir sual işarəsi. Heç burada amplitud bizə lazım deyil. Elə periodun düsturundan T bərabərdir T bölünsün N ifadəsindən buradan zamanı tapsaq T bərabərdir Tn. Periodun qiyməti 0,2 vuraq rəqslərin sayı 30. Buradan cavab alırıq 6 saniyə. Cavab alırıq 6 saniyə. Yəni 16-cı sualda cavabımız 6 saniyə olmalıydı. Baxaq 17-ci suala. Yaya bərkidilmiş cisim harmonik rəqsləri zamanı yükün kinetik enerjisinin onun potensial enerjisindən asılı qrafiki verilmişdir. A nöqtəsinə uyğun kinetik enerjini hesablayın. Qrafik üzərində diqqət eləsək, bu nöqtədə kinetik enerjinin qiyməti maksimal verib 1,2 joule bərabərdir. Kinetik enerji maksimum olduğu anda potensial enerji qiyməti 0-a bərabərdir. Deməli, burada bu 1,2 kinetik enerjinin maksimal qiyməti həm də nəyə bərabərdir? Tam enerjiyə bərabərdir. Və rəqs müddətinə tam enerjinin qiyməti dəyişməz. Onda bu nöqtədə də tam enerjinin qiyməti nəyə bərabər olacaq? Orada da 1,2-yə bərabərdir. Bilirik ki, tam enerji potensialla kinetikin cəminə bərabərdir. Potensialla kinetikin cəminə bərabərdir. İndi bu nöqtədə tam enerji 1,2, bu nöqtəyə uyğun potensialın qiyməti 0,4-dürsə, demək ki, A nöqtəsinə uyğun kinetik enerjinin qiyməti 0,8 joule olmalıdır ki, onların cəmi 1,2 tam enerjiyə bərabər olsun. Demək, 17-ci sualda cavabımız A nöqtəsinə uyğun kinetik enerjinin qiyməti 0,8 joule olmalıydı. Baxırıq 18-ci suala. Kütləsi 4 qram olan maddi nöqtə tezliyi 50 Hz və amplitudu 1 cm olan harmonik rəqs edir. Onun tam mexaniki enerjisini bizdən istəyir. 18-ci sualda. Maddi nöqtənin kütləsini bizə 0,4 kq, daha doğrusu 1000-də 4 kq verib, yəni 4 qram. Tezliyi 50 Hz-dir. Nü bərabərdir 50 Hz olaraq verib. Amplitudda 1 cm olan harmonik rəqs edir. A-nın da qiyməti 1 cm, yəni 0,1 metr. Bizdən istədiyi onun tam mexaniki enerjisini hesablayın. Demək, burada tam enerjini kinetik enerjinin maksimal ifadəsindən hesablamaq istəsək, yazırıq tam enerji bərabərdir kinetik enerjinin maksimalı. Bu da bərabərdir M V maksimal sürətin kvadratı bölə 2. İndi bizdə məsələdə tezlik verib, biz də sürətin tezlikdən asılı düsturunu bilirik də. Sürətin maksimalının tezlikdən asılılığı 2 pi nü amplitud. Bu ifadəni bilirik. Gətirib burada sürətin yerinə nəzərə alsaq, onda alırıq M vuraq 2 pi nü A-nın kvadratı bölək 2. Burada kvadrata yüksəldib ixtisarlarımızı aparsaq 2 kvadratı 4 edir. Məxrəcdəki 2-yə bölsək qalacaq 2 pi kvadrat, nü kvadrat, A kvadrat, bir də vuraq M. Yəni tam enerji üçün bu ifadəni aldıq. İndi verilən qiymətləri düsturda nəzərə alsaq, 2 vuraq pi kvadratının qiyməti 10, vuraq nü kvadrat tezlik 50 kvadratı eləyəcək 2500. Vuraq amplitud kvadratı 0,1-dir, onun kvadratını 10 üstü mənfi 2, 10 üstü mənfi 4 kimi göstərə bilərik də. 10 üstü mənfi 4 vuraq, kütlə də 0,4 kq, yəni 4 vuraq 10 üstü mənfi 3 kimi yazaq. 4 vuraq 10 üstü mənfi 3 kimi yazırıq. Bu da bərabərdir. İndi burada 10, bir də 2500-dən 2 dənə sıfırlar, yəni 1000. Bu 10 üstü mənfi 3 dənə ixtisar aparsaq, yerdə nə qaldı? 4 vuraq 2. Daha doğrusu 2 vuraq 25, 50. 50-ni də 4-ə vursaq, 200 vuraq 10 üstü mənfi 4. Bu da bərabərdir qalır 2 vuraq 10 üstü mənfi 2. Yəni cavabımız alınacaq 0,2 joule. 18-ci sualda cavabımız 0,2 joule olmalıdır. 0,2 joule.
Sonra baxırıq 19 nömrəli suala. Səsin suda sürəti 1450 metr bölü saniyədir. Rəqslərin tezliyinin 725 Hz olduğunu bilərək bir-birinə nəzərən əks faza ilə rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəni tapın. Biz bilirik ki, eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə bir dalğa uzunluğuna bərabərdir. Əks faza ilə rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə isə yarım dalğa uzunluğuna bərabərdir. İndi bizdə məsələdə əks faza ilə rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəni istədik, yəni yarım dalğa uzunluğunu istəyir. İlk öncə biz, məsələdə bizə sürəti verib, v bərabərdir 1450. Dalğanın tezliyini verib, nü bərabərdir 725 Hz. İndi ilk öncə v bərabərdir lambda nü düsturuna görə dalğa uzunluğunu tapaq. Lambda bərabərdir v bölünsün nü. Alırıq nə? 1450 bölək tezliyin yerinə 725. Buradan aldıq 2 metr dalğa uzunluğunu. Əgər eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəni istəsəydik, cavabımız 2 metr olacaqdı. Əks fazalı olduğu üçün, yəni yarım dalğa uzunluğu lazımdır bizə. Onda 2-nin də yarısı 2 bölü 2-dən cavabımız olacaq 1 metr. Cavabımız 1 metr olmalıdır 19-cu sualda. Sonra baxırıq 20 nömrəli məsələyə. Riyazi rəqqasın rəqs tezliyi 2,4 Hz-dir. Rəqqasın uzunluğunu 44% artırdıqda rəqs tezliyi necə dəyişir? Riyazi rəqqasda tezlik düsturu necə idi bizdə? Nü bərabərdir 1 bölünsün 2 pi kök altında j bölək l. Düsturdan görürük ki, rəqqasın tezliyi rəqqasın uzunluğundan tərs asılıdır. Yəni asıllıq yazsaq, nü 1 bölək nü 2 bərabərdir kök altında l2 bölək l1. İndi ilk öncə tezliyi bizə 2,4 Hz verib. Nü 1-in yerinə yazırıq 2,4 bölək nü 2 bərabərdir. Rəqqasın uzunluğunu əvvəl L qəbul edək. Birinci halda uzunluğu L deyək. İkinci halda rəqqasın uzunluğunu 44% artırıb. Yəni L idi. 44% artırsa olacaq 1,44 L. Yəni ədədin 44% artması 1,44 dəfə artması deməkdir də. İndi buradan L'lər ixtisar getsə 1,44-dən kök çıxacaq 1,2. Onda nü 2 bərabərdir. 2,4 bölünsün 1,2 cavabımız alınacaq 2 Hz. Yəni ikinci halda tezliyin qiyməti olmalıdır 2 Hz. 20-ci sualda cavabımız 2 Hz. Sonra baxırıq 21 nömrəli suala. Yerin radiusuna bərabər olan hündürlükdə uzunluğu 90 cm olan riyazi rəqqasın periodunu hesablayın. İlk öncə yerin radiusuna bərabər hündürlükdə sərbəstmə təcili, yəni J-nin qiyməti nə qədərdir onu hesablayaq. Sonra gedib period düsturunda onu nəzərə alıb rəqqasın periodunu hesablayarıq. Biz bilirik ki, sərbəstmə təcilinin qiyməti yer səthindən olan məsafəyə görə məsafə artdıqca J-nin qiyməti necə azalırdı. Düsturumuz J bərabərdir. J m bölək L üstə H-ın kvadratı. L üstə H-ın kvadratı bərabərdir. İndi bizdə burada məsələdə yerin radiusuna bərabər olan hündürlükdə, yəni h bərabərdir r qədər verilib. Nəzərə alsaq, onda düsturumuz olacaq hansı şəkildə Jm h-ı yerinə r yazsaq 2r kvadratı olacaq 4r-in kvadratı. Burada düsturda Jm bölünsün r kvadratı. Bu bizdə verəcək J0, yəni yer səthində sərbəstmə təcilinin qiyməti. Yerinə yazırıq J0 bölünsün 4. Onu da bizə verib 10. Onda h hündürlükdə J-nin qiyməti nə qədər olacaq? H bərabərdir 10 bölünsün 4-dən alırıq 2,5. Yəni yer səthindən h bərabərdir r qədər məsafədə sərbəstmə təcilinin qiyməti 4 dəfə azalır, olur 2,5. İndi bizdən həmin məsafədə rəqqasın periodunu istədi. Onda period düsturu bizdə t bərabərdir 2 pi kök altında l bölünsün j-də nəzərə alsaq qiymətləri. P-nin qiyməti 3-dür, 2 dəfə 3, 6, vuraq kök altında L-nin qiyməti 90 cm verilib 0,9. 0,9 bölək 2,5. Bu da bərabərdir 6 vuraq. Sürətlə məxrəci 10-a vursaq tamdan azad eləyək. 9-dan kök çıxacaq 3, 25-dən də 5 çıxır. 18-i də 5-ə böləndə alırıq 3,6. Yəni saniyə. Cavabımız olmalıdır 21-ci məsələdə 3,6 saniyə. Sonra baxırıq 22-ci suala.
Harmonik rəqs edən 200 qram kütləli cismin yerdəyişməsini zamandan asılı qrafiki verilmişdir. Cismin tam enerjisini hesablayın. Qrafik üzərindən bizə nə məlumdur? Amplitud məsafəsi varımızdır 40 sm göstərilib 0,4 metr. Periodun qiyməti var. Bir period, bir rəqs bura tamamlanır. Periodun qiyməti 0,4 saniyə. 0,4 saniyə. Kütləni də verib. Cismin kütləsi M bərabərdir 200 qram, yəni 0,2 kiloqram. Bizdən istədiyi tam enerjidir. Yenə də burada biz tam enerjini kinetik enerjinin maksimal qiymətinə görə tapsaq, kinetik enerjini maksimal qiymətinə görə bərabərdir M və maksimal sürətin kvadratı bölü 2. İndi burada sürətin, məsələdə period verilib deyənə, sürətin maksimal sürətin perioddan asılılıq düsturu 2 pi a bölünsün t. Bu ifadəni gətirib enerji düsturuna nəzərə alsaq, onda alırıq M vuraq V-ni yerinə 2 pi a bölünsün t yazıb kvadrata yüksəltsək, olacaq 4 pi kvadrat a kvadrat bölək 2 vuraq t-nin kvadratı. Birbaşa yazıb kvadrata yüksəltdik. Bu da bərabərliyin qiymətləri nəzərə alaq. Kütlə 0,2 vuraq 4 vuraq pi kvadratı. Pi-ni bizə 3 verir. Bunların kvadratını 9 kimi götürək də. Vuraq a-nın qiyməti 0,4-dür. Kvadratı 0,16 bölək 2 vuraq t-nin kvadratı. T də 0,4-dür. Kvadratı 0,16. Burada 0,16'lar ixtisar getdi. 2 ilə də 0,2'ni ixtisar aparsaq 0,1. 4 daha 9, 36, 0,1'ə vuranda cavabımız eləyəcək 3,6 joule. Yəni 22-ci sualda cavabımız 3,6 joule olmalıydı. 3,6 joule. Baxırıq 23 nömrəli suala. Yay boyunca tezliyi 2 Hz olan dalğa yayılır. Bir-birindən 20 cm məsafədə yerləşən iki nöqtənin rəqsləri 60 dərəcəlik fazalar fərqi ilə baş verirsə, dalğanın sürətini bizdən istəyir. Dalğanın sürətini. İlk öncə burada bizə tapmaq lazım olacaq dalğa uzunluğunu. Fazalar fərqi verildiyi üçün. Məsələdə bizə tezlik verilib. Nu bərabərdir 2 Hz. Bir-birindən iki nöqtə arasındakı məsafəni də verib. Biz onu R ilə işarə eləmişdik. R bərabərdir 0,2 metr. Fazalar fərqi də 60 dərəcədir. Delta fi. Onda radianla yazsaq pi bölək 3 radian edir. Bizdən məsələdə istədiyi dalğanın sürətidir. V bərabərdir sual. İlk öncə fazalar fərqinin düsturu necə idi? Bizdə delta fi bərabərdir 2 pi r bölək lambdadan. Bu düsturdan dalğa uzunluğunu tapaq. Lambda bərabərdir 2 pi r bölünsün delta fi. Buradan alırıq 2 pi vuraq r-in qiyməti 0,2 bölək delta fi. Pi bölək 3. Pi bölək 3 də tərsinə çevirsək o çıxacaq yuxarı. Pi bölək 3. Buradan pilər getsin ixtisara. Dalğa uzunluğu üçün alırıq 0,4 1,2 metr. Dalğa uzunluğunun qiyməti oldu 1,2 metr. Onda sürət düsturu tezlik verib də bizə məsələdə V bərabərdir lambda nu düsturuna görə dalğa uzunluğu 1,2 vurulsun, tezlik də 2 Hz idi. Onda dalğanın sürəti üçün alırıq 2,4 metr bölünsün saniyə. Yəni 23-cü məsələdə cavabımız 2,4 olmalıydı. 2,4. Sonra baxaq 24 nömrəli suala. Birinci riyazi rəqqasın periodu T1, ikinci riyazi rəqqasın periodu T2-dir. Uzunluğu birinci və ikinci riyazi rəqqasların uzunluqları cəminə bərabər olan rəqqasın periodunu bizdən istəyir. Riyazi rəqqasları təsvir edək. Bu birinci rəqqasımız olsun. Bunun ipin uzunluğu L1, perioduna T1 deyək. Bu başqa bir ikinci rəqqasımız olsun. Bunun ipin uzunluğuna bir L2, perioduna T2 deyək. İndi məsələdə bizə sual olunur ki, uzunluğu bu iki rəqqasın uzunluqları cəminə bərabər olan, yəni L1 üstəgəl L2 qədər olan riyazi rəqqasın periodunu tap. T bərabərdir sual işarəsi. İndi bunun üçün biz nə edəcəyik? Biz bilirik ki, rəqsin periodu, riyazi rəqqasda period necə tapılırdı? T bərabərdir 2 pi kök altında. İndi rəqqasın uzunluğu bizdə nə qədər oldu? L1 üstəgəl L2 bölək 2. İndi biz bu ifadəni tapmalıyıq. Bunun üçün ilk öncə birinci riyazi rəqqasın period düsturunu yazıb, oradan birinci riyazi rəqqasın ipinin uzunluğunu tapaq. Sonra ikinci riyazi rəqqasın period düsturunu yazıb, oradan ikinci rəqqasın ipinin uzunluğunu tapıb, gətirib bu ifadədə yerinə yazarıq. Yazırıq. Birinci riyazi rəqqas üçün period düsturu T1 bərabərdir 2 pi kök altında
L1 bölünsün J. Buradan birbaşa hesablasaq, birinci riyazi rəqqasının ipin uzunluğunu tapsaq, alarıq J T1-in kvadratı bölünsün 4-pinin kvadratı. Bir də kvadrata yüksəldib tənasül kimi açıram ki, vaxtımız çox getməsin. İkinci riyazi rəqqasının period dusturunu yazsaq, T2 bərabərdir. Eyni qaydada 2pi kök altında L2 bölünsün J. Buradan da ikinci rəqqasının ipi üçün alırıq. L2 bərabərdir. J T2-nin kvadratı bölünsün 4-pinin kvadratı. İndi bu L1 və L2 üçün aldığımız bu qiymətləri gətirib üçüncü riyazi rəqqasda period dusturunda yerinə qoyaq. Baxaq, buradan bu ifadənin davamını gətirib buradan yazsaq, bax belə göstərək, ifadənin davamını buradan yazaq. Demək, yazırıq 2pi kök altında L1-i yerinə yazaram. J T1-in kvadratı bölünsün 4-pinin kvadratı. Üstə gəl, L2-ni yerinə yazarıq. J T2-nin kvadratı bölünsün 4-pinin kvadratı. Bölünsün məxrəcdə J. İndi biraz sadələşmə aparaq burada. 2pi kök altında. Burada sürətdə J bölünsün 4pi kvadratı ortaq vuruqdur. Mötərizə xaricinə çıxarsaq, içəridə qalacaq T1 kvadrat, üstə gəl T2 kvadrat. Kökün altında. Bölünsün J. Bu da bərabərdir. İndi buradan ixtisarlarımızı aparaq. Bax, J'lər ixtisar gedəcək. 1 bölünsün 4pi kvadratından kök çıxacaq. 1 bölünsün 2pi. Bu qabadakı 2pi də bundan gedəcək ixtisara. Yekun olaraq cavabımız nə qalır? T1 kvadrat üstə gələk T2-nin kvadratı. Yəni, cavabımız olmalıdır bu şəkildə. T1 kvadrat plus T2-nin kvadratı. Sonra baxırıq 24-cü suala baxdıq. 25 nömrəli məsələyə. 25-ci suala. Harmoni rəqs edən maddi nöqtənin sürətinin maksimal qiyməti 10 metr/saniyədir. Rəqs sisteminin potensial enerjisi kinetik enerjisindən 3 dəfə çox olan anda maddi nöqtənin sürətini bizdən istədi. Tam enerjiyə aid məsələ. Sürətin maksimal qiymətini bizə verib və maksimal bərabərdir 10 metr/saniyədir. Sistemin potensial enerjisi kinetik enerjisindən 3 dəfə çox olan anda, yəni Y potensial bərabərdir 3 dənə Y kinetik olan anda maddi nöqtənin sürətini bizdən istəyir və bərabərdir sual işarəsi. Tam enerji industru bizdə Y tam bərabərdir Y potensial üstə gəl Y kinetik. İndi biz bu ifadədə sürətin maksimal qiyməti, yəni sürətin maksimal olanda potensial enerjinin qiyməti 0-a bərabərdir. Onda tam enerji kinetik enerji maksimalına bərabər olacaq. Yəni mv kvadrat bölünsün 2 yaza bilərik. Bərabərdir. İndi potensial da 3 dənə Y kinetikə bərabərdir. Burada potensialın yəni 3 Y kinetik yazsaq alırıq 4 dənə Y kinetik. Bu da bərabərdir 4 vuraq. Y kinetikin də yerinə ani qiymətin industru mv kvadrat bölünsün 2-ni yazaq. İndi hər tərəfdən ixtisarlar aparsaq, m bölü 2 nisbətləri ixtisar olunsa, yerdə nə qalır bizdə? V maksimalın kvadratı bərabərdir 4V'nin kvadratı. Hər tərəfdən kök də alsaq, V maksimal bərabərdir 2V. Buradan da V bərabərdir. Maksimal sürət bölünsün 2. Maksimal sürət bizdə 10 idi, bölə 2. Cavabımız alındı 5 metr bölünsün saniyə. 25-ci sualda cavabımız olmalıdır 5 metr bölü saniyə. Sonra baxırıq 26 nömrəli suala. Harmonik rəqs edən cismin koordinatını zamandan asılılıq qrafiki verilmişdir. Cismin kinetik enerjisinin zamandan asılılıq grafikini istədi. 26-cı sual. Kinetik enerji bizdə necə təyin olunurdu? Y kinetik bərabərdir mv kvadratı bölünsün 2. Bizdə məsələdə koordinatın zamandan asılılığı verilib. Koordinat burada zamana görə hansı qanunu dəyişir? Kənardan başladığı üçün kosinus qanunu dəyişir. Xm kosinus omega t. Koordinat zamana görə kosinus qanunu dəyişirsə, demək ki, sürət zamana görə sinus qanunu dəyişməlidir. Çünki sürət əksəri koordinat əksərini fazlaca pi bölü 2 qədər qabaqlayır. Onda qrafik təsvir eləmək istəsək, onda koordinat qrafikindən sürət zaman grafikinə keçid eləmək üçün koordinat xəttini sağa doğru pi bölü 2 qədər, yəni bir dilim çəkməliyik. Onda sürət qrafiki başlayacaq burada. Onda sürət tənliyi bizdə olacaq Vm sinus omega t. Sinus omega t. İndi sürətin ifadəsini gətirib enerji üstündən nəzərə alsaq, olacaq m vuraq. İndi kvadrat olduğu üçün bu ifadə yazaq da Vm sinus omega t-nin kvadratı bölək 2. Bu da bərabərdir. Kvadrata yüksəltsək ifadə olacaq sürətin kvadratı vuraq sinus kvadratı omega t bölünsün 2. İndi burada
mv kvadrat bölünsün 2. Bax, bu ifadə bizdə tam enerjiyə bərabərdir. Nəzərə alsaq, onda kinetik enerji üçün belə bir ifadə alırıq. Y kinetik bərabərdir. Y tam vuraq sinus kvadratı omega t. Demək, biz nə nəticə gəlirik? Əgər koordinat zamana görə kosinus qanunu dəyişirsə, onda sürət zamana görə sinus qanunu dəyişəcək və kinetik enerji də zamana görə sinus qanunu dəyişəcək. Kvadratik asılıdır. Onu enerjinin qrafiki də sinus qanunu dəyişir, amma kvadrat olduğu üçün 4-cü rübə düşməyəcək də. Onda qrafikimiz olacaq bu şəkildə. Sinus qanunu dəyişəcək, amma 4-cü rübə düşməyəcək. Və kinetik enerjinin zamandan asılı qrafiki bu şəkildə olmalıdır. Sonra baxırıq 27 nömrəli suala. Harmoni rəqs edən 2 kiloqram kütləli cismə təsir edən əvəzedici qüvvənin proyeksiyasının zamandan yerləşmədən asılı qrafik verilmişdir. Rəqsin periodunu bizdən istəyir. Qüvvənin qiyməti 0,8 Newtondur. F bərabərdir 0,8 qüvvənin maksimal qiyməti. X amplitud məsafəsi 0,1-dir. A-nın qiyməti 0,1 metrdir. Cismin kütləsini də verib bizə 2 kiloqramdır. Bizdən istədiyi rəqsin periodu. T bərabərdir sual işarəti. İlk öncə burada biz təzyiq tabilərik. A bərabərdir F bölünsün M düsturuna görə. A bərabərdir təzyiqin maksimal qiyməti üçün alarıq. F-in qiyməti 0,8, M-in qiyməti 2. Buradan alırıq 0,4 metr bölünsün saniyə kvadrat. İndi burada bizdə amplitud var, bir də periodu istəyir. Onda təzyiqin maksimal qiymətinin amplitud və perioddan asılılıq düsturu. 4 pi kvadratı A bölünsün T kvadratı. Bax, bu ifadəyə görə buradan biz T-ni tapmaq istəsək, T kvadratı bərabərdir nəyə? 4 pi kvadratı A bölünsün təcil maksimalı. Hər tərəfdən kök də alsaq, indi bizdə məsələdə pi-ni verib. Pi kvadratını bilmirik də, 9 olacaq, yoxsa 10 olacaq. Ona görə T-ni tapaq, T bərabərdir. Kökün altına salsaq, 4 pi kvadratından kök 2 pi çıxacaq. Kökün altında amplitud bölünsün təcili maksimalı. Bu da bərabərdir. 2 vuraq, pi-nin qiyməti 3 elədi, 6 vuraq. Amplitud qiyməti neçə idi bizdə? 0,1 bölünsün təcil üçün də aldıq 0,4. Kökün altında 4-də 1 qalır, ondan da 2-də 1 çıxacaq. 6-nı da 2-də 1-ə vuranda cavabımız alınacaq 3 saniyə. Yəni 27-ci sualda cavabımız olmalıydı 3 saniyə. Sonra baxırıq 28 nömrəli suala. Birinci rəqqas n sayda rəqs etdiyi müddətdə ikinci rəqqas neçə dəfə rəqs edəcək? İlk öncə gəlin bu rəqqasların periodlarını müqayisə edək. Ondan sonra rəqslərin sayını neçə dəfə fərqləndiyini təyin edə bilərik. Yaylı rəqqas üçün period düsturumuz necə idi bizim? Bu neçənci məsələdir? 28. Period düsturumuz T bərabərdir 2 pi kök altında M bölək K. Şəklə diqqət edəsək, hər iki yayda sərtliklərin qiymətləri eynidir. Fərqlənən kütlələrdir. İndi period da kütlədən necə asılıdır? Kök altı düz mütənasib asılıdır. İkinci yaydan asılan yükün kütləsi birincidən 4 dəfə çox olduğu üçün deməli, ikinci rəqqasda period birincidən 2 dəfə çox olmalıdır. Kök altı düz asılı olduğu üçün. Yəni, T2 bərabər olmalıdır 2 dənə T1. İndi rəqslərin sayını müqayisə etmək istəsək, period düsturu bizdə T bərabərdir, T bölünsün N. Bu ifadədən T N-dən tərs asılıdır. T2 2 T1-ə bərabərsə, onda belə çıxır ki, ikincidə rəqslərin sayı daha az olacaq da. Yəni, birincidəki rəqslərin sayı daha çox olacaq. Yəni, N1 bərabər olmalıdır 2N2. N1 bərabər olmalıdır 2N2. İndi bizdən ikinci rəqqas neçə dəfə rəqs edəcək, onu istədi. Onda N2 bərabərdir N1 bölünsün 2. Birinci rəqqasda rəqslərin sayını vermişdi də N-dir, N bölünsün 2. Cavabımız olmalıdır N bölünsün 2 sayda rəqs edəcək. Cavabımız bu şəkildə olmalıdır. Sonra baxırıq 29-cu suala. Riyazi rəqqası yer səthindən yerin radiusuna bərabər hündürlüyə qaldıranda onun rəqs tezliyi necə dəyişir? 29-cu sualda riyazi rəqqasın rəqs tezliyinin rəqqasın asılma nöqtəsini yer səthindən olan hündürlükdən asılılıq düsturunu biz çıxardıb öyrənmişdik. Düstur necə idi bizdə? 1 bölünsün 2 pi R üstəgəl H vuraq kökün altında JM bölünsün L.
Cm bölünsün L. Bizim düsturumuz bu şəkildə idi. Burada nə görürük biz? Rəqqasın tezliyi rəqqasın asılma nöqtəsində yer səthindən olan hündürlüyündən tərs asılıdır. Yəni hündürlük artdıqca rəqqasın tezliyi nə etməlidir? Azalmalıdır. İndi bizə məsələ deyir ki, rəqqası yerin səthindən yerin radiusuna bərabər hündürlüyə qaldırırıq. Yerin radiusuna bərabər olan hündürlüyə qaldırırıq. Onda elə ki, əvvəlcə yer səthində olanda bu h bizdə olmayacaq. H bizdə olmayacaq. İndi ikinci halda isə h-ın yerinə r-i qoymalıyıq da. Birinci halda onda düsturumuz olacaq. Nü 1 bərabər deyil. Yer səthində olanda 1 bölünsün 2 pi r h 0-a bərabərdir. Kök altında Jm bölünsün L. İkinci halda tezlik olacaq 1 bölünsün h-ın yerinə r qoysaq olacaq 2 pi vuraq 2r. 2 pi vuraq 2r. Elə birbaşa yazsaq 4 pi-də. 4 pi-r. 4 pi-r. Kökün altında Jm bölünsün L. İndi bunları tərəf-tərəfə bölsək, hamısı ixtisarlar gedəcək. Onda alırıq nü1-in nü2 olan nisbəti bərabərdir. Jm bölünsün L-lər kök altında bunlar ixtisar getdi. 1 bölünsün 2 pi-r'lər də ixtisar gedir. Məxrəcdə sürətdə qalır 1, məxrəcdə qalır 2-də 1. Məxrəcdə qalır 2-də 1, nisbət edəcək 2. Nisbət edəcək 2. Yəni tezliyin qiyməti 2 dəfə azalacaq. 29-cu sualda cavabımız olmalıdır. Rəqs tezliyi necə dəyişər? 2 dəfə azalar. 2 dəfə azalar. Sonra baxırıq 30 nömrəli suala. Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Grafikin A, B hissəsinə uyğun zaman ərzində cisim necə hərəkət edir? A tarazlıq vəziyyətinə uyğundur. A-dan B-yə gedir, yəni tarazlıqdan kənara doğru gedir. Tarazlıqdan kənara doğru gedirsə sürət azalır, təcil artır. Onda cavabımız olmalıdır. Artan təcillə sürət azaldığı üçün yavaşlayan hərəkət. Yavaşlayan hərəkət. Artan təcillə yavaşlayan hərəkət. Çünki kənara doğru getdikcə təcilin artmasına səbəb cismi tarazlıq nöqtəsi ətrafında rəqs etdirən əvəzləyici qüvvənin qiyməti artır. Əvəzləyici qüvvə artırsa, onda A bərabərdir F bölünsün M düsturuna görə, yəni Newtonun ikinci qanununa görə əvəzləyici qüvvə artırsa, demək ki, təcil də artır. Və sürət azalır. Təcil artdığı üçün artan təcillə yavaşlayan hərəkət. Sonra 31 nömrəli sual. Harmonik rəqs edən maddi nöqtənin sürətinin amplitudu Vm-dir. Maddi nöqtənin potensial enerjisi onun kinetik enerjisindən 24 dəfə böyük olan anda sürətin ani qiymətini hesablayın. 31 nömrəli sualda sürətin amplitudu qiymətini Vm verib bizə. Potensial enerji kinetik enerjidən 24 dəfə böyükdür. Yəni Y potensial bərabərdir 24 dənə Y kinetik enerji. Bu halda sürətin ani qiymətini bizdən istəyir. Tam enerjinin düsturuna görə yazarıq. Tam enerji bərabərdir potensial enerji üstəgəl kinetik enerji. İndi potensial enerji 24 dənə kinetikə bərabərdir. Onda buradan alırıq ki, tam enerji bərabərdir 25 dənə kinetik. İndi bizə sürətin maksimalı verilib. Sürət maksimum olanda onda potensial enerji 0-a bərabərdir. Tam enerji də onda kinetik enerjinin maksimalına bərabərdir. Onda yazarıq tam enerjinin yerinə mv max kvadrat bölünsün 2 bərabərdir. 25 vuraq kinetik enerjinin ani qiyməti mv kvadrat bölünsün 2. Hər tərəfdən m bölü 2 nisbətləri ixtisar getsə, yerdə qalır maksimal sürətin kvadratı bərabərdir 25 dənə ani sürətin kvadratı. Hər tərəfdən kök də alsaq, Vm bərabərdir 5V. Buradan da sürətin ani qiyməti üçün alırıq, Vm bölünsün 5. Yəni cavabımız olmalıdır 31-ci sualda Vm bölünsün 5 bu şəkildə. Sonra baxırıq 32 nömrəli suala. Sərtliyi 100 Nm/m olan yaya bağlanmış 160 qram kütləli cisim harmonik rəqs edərək tarazlıq vəziyyətindən 1 m/saniyə sürətlə keçir. Rəqsin amplitudunu bizdən istəyir. Deməli, rəqsin yayın sərtliyini bizə verib məsələdə 100 Nm/m-dir. Yükün kütləsini də verib 160 qramsa 0,16 kg-dır. Bu da Nm/m-dir. Tarazlıq vəziyyətindən keçdiyi anda sürət deyilsə, bu sürətin maksimal qiymətidir. Vm bərabərdir 1 m/saniyə verib bizə. Rəqsin amplitudunu bizdən istədi. A bərabərdir sual işarəsi. Sürətin amplitudu üçün bizim düsturumuz necə idi? Vm bərabərdir omega vuraq A. İndi yaylı rəqqas üçün omeganın düsturu, yəni bucaq tezliyi üçün kök altında
K bölün M bilirik də. K bölünsün M vuraq A. İndi buradan biz A-nı tapmarıq da. İndi gəl qiymətləri yerinə qoyaq. V-nin yerinə 1 bərabərdir. Kök altında K bölü M. K-nın qiyməti 100, M-in qiyməti 0,16 vuraq A. Buradan alırıq 1 bərabərdir. 100-dən kök çıxır 10, bölünsün 0,4 vurulsun A. Demək, buradan alırıq 1 bərabərdir. 10-u da 0,4-ə böləndə edəcək 25 vuraq A. Buradan da amplitudun qiyməti alınır 1 bölü 25-dən 0,4 metr. 0,4 metr və yaxud da 4 santimetr. Yəni cavabımız olmalıdır 4 santimetr. 32-ci məsələdə cavabımız olmalıdır 4. Baxırıq 33 nömrəli suala. Sərtliyi 20 Newton bölünsün metr olan yaya bağlanmış cismin koordinatını zamandan asılı qrafik verilmişdir. Cismin kütləsini hesablayın. Cismin kütləsini bizdən istəyir. Deməli, məsələdə sərtlik var 20 Newton bölünsün metr. Amplitud məsafəsi A bərabərdir 0,4 metr. Periodun da qiyməti bir period tamamlanır bu nöqtədə. Onda period da T bərabərdir 2 saniyə. Bizdən cismin kütləsini istədi. M bərabərdir sual. Burada biz bucaq tezliyinin ifadəsinə görə yaylı rəqqasda omega bərabərdir kök altında K bölünsün M. Bu ifadə bir də omeganın perioddan asılı ifadəsini bilirik. Yəni omega yerine bir də 2 pi bölünsün T-ni yazsaq 2 pi bölünsün T bərabərdir K bölünsün M. Yəni hər ikisi omeganın ifadələri də bunların bərabərliyindən istifadə edib M-i tapa bilərik. Kvadrata yüksəlsək hər tərəfi alırıq 4pi kvadrat bölünsün T kvadrat bərabərdir K bölünsün M. Buradan da M üçün alarıq M bərabərdir K T'nin kvadratı bölünsün 4pi'nin kvadratı. Bu da bərabərdir. K'nın qiyməti 20 vuraq period. 2 kvadratı 4 bölünsün 4pi kvadratı. 4 vuraq pi kvadratı 10'dur. Cavabımız alınacaq 2 kilogram. Yəni 33-cü sualda cavabımız olmalıdır 2 kilogram. Sonra 34-cü suala baxaq. İpdən asılmış yük harmonik rəqs edir. Cədvəldə bərabər zaman müddətlərindən sonra yükün koordinatları verilmişdir. Yükün maksimal sürətini bizdən istəyir. Diqqət eləsək T0 olanda, yəni başlanğıc anda x-in qiyməti 4 verilib. Yəni amplitud məsafəsi də bu 34-cü sualda. Amplitud məsafəsi 4 cm, yəni 0,4 metr verilib bizə. Deməli, burada ən kənar vəziyyətdən başlayır da. Buradan bura rəqsin 4də 1-i, 4də 2-si, 4də 3-ü və 4də 4. Bir tam rəqs tamamlanır 0,8 saniyədə. Yəni burada 0,8 bizdə perioddur. T bərabərdir 0,8 saniyə. Bu da bizdə perioddur. İndi yükün maksimal sürətini bizdən istəyir. Onda sürətin period və amplituddan asılı düsturu V bərabərdir 2 pi A bölünsün T. Bu ifadəyə görə 2 vuraq P-nin qiyməti 3, vuraq A-nın qiyməti 0,4 bölünsün T-nin də qiyməti 0,8. İndi buradan hesablasaq 2 dəfə 3, 6, 6 vuraq. Tamdan azad eləmək üçün 100-ə vursaq, sürət məxrəci 4, aşağıda qalır 80. İxtisar aparsaq, burada qaldı 20, 3 bölünsün 10, 0,3 metr bölünsün saniyə. Burada cavabımız olmalıydı 34'də 0,3 metr bölünsün saniyə. Və 35-ci sual sonuncu. Demək, yer səthi yaxınlığında riyazi rəqqasının periodu T-dir. Neptunun kütləsi yerin kütləsindən 16 dəfə böyük, radiusu yerin radiusundan 4 dəfə böyük hesab edərək Neptunun səthində bu rəqqasın rəqs periodunu hesablayın. Bu rəqqasın dediyi üçün, yəni uzunluğu eynidir. İndi biz yerdə və Neptunun səthində J-lərin qiymətlərini, sərbəstmə təzyiqlərini neçə dəfə fərqləndiyini tapmalıyıq. Onu təyin edəndən sonra periodun qiymətini də rahat tapa bilərik. İlk öncə, yer səthində sərbəstmə təzyiqi üçün düstur yazsaq, yer səthində J bərabərdir, J yer bərabərdir, olacaq J, yerin kütləsi M, yerin radiusuna da R desək, R-in kvadratı. İndi Neptunun səthində J-nin qiyməti üçün ifadə yazsaq, olacaq J, Neptun bərabərdir. J vuraq. Neptunun kütləsi məsələdə bizə deyir ki, yerin kütləsindən 16 dəfə böyükdür. Onda Neptunun kütləsi üçün yazmalıyıq 16M. Radius da yerin radiusundan 4 dəfə böyükdür. Yəni 4R, onda kvadratı olacaq 16R-in kvadratı. Burada 16'lar ixtisar getdi, elə alındı J M bölünsün R-in kvadratı. Yəni yerin
Yerdəki sərbəstləşmə təzyiqinin ifadəsini aldıq. Ona belə çıxır ki, bu verilmiş şərtlər daxilində Neptunun kütləsi yerin kütləsindən 16 dəfə çox, radiusu yerin radiusundan 4 dəfə çox olarsa, onda Neptunun səthində sərbəstləşmə təzyiqinin qiyməti elə yerdəkinə bərabər olacaq. Onda J'lər də bərabərdir, L'lər də bərabər olduğu üçün onda T bərabərdir 2pi kök altında L bölünsün J ifadəsinə görə belə çıxır ki, Neptunun səthində də bu rəqqasın rəqs periodunun qiyməti elə o da yerdəkinə bərabər olacaq. Yəni cavabımız olacaq T. Bu qədər.